Hər kəsə salam. Short tekstlər işləyərkən nələrə fikir veririk? 30-cu sual. Don't pick flowers in the park. Parkdakı gülləri dərməyin. A variantı. İnsanlara gülləri yetişdirməyə kömək eləmək. Təbii ki, yanlışdır. B variantı. İnsanlara parka baş çəkməyi dəvət eləmək. Təbii ki, yanlış. C variantı. To ask people to buy flowers. Gülləri almağı xahiş etmək. İnsanlardan gülləri almağını istəmək. C yanlış. D variantı. İnsanlara gülləri toplamamağı, gather toplamaqdır. Gülləri toplamamağı xəbərdar etmək. Bəli, cavab D variantıdır. Y variantı. Deməli, gülləri əkdiyinə görə təşəkkür eləmək. Təbii ki, yanlış. Cavab D variantı. Keçdik 34-ə. Hi Jane, I'm very sorry for hurting your feelings yesterday. Your sincerely Kate. Deməli, salam Jane. Mən deyir, sənin hisslərini incitdiyim üçün, yəni sənin xətrinə dəydiyim üçün, dünən xətrinə dəydiyim üçün üzr istəyirəm. Mesaj yazan kimdir? Kate. Kimə yazıb? Jane-ə. Deməli, Kate Jane-dən üzr istəyir. Dünən Kate Jane-in xətrinə dəyib. A variantı. Kate Jane-lə olan dostluğunu qiymətləndirir. Yəni, məktubda onu demir. B variantı. Jane dostuna kobudluğuna görə günahlandırır. Əslində Jane-dən gəlmiş bir söz, mesaj yoxdur. C variantı. Kate Jane-ə onu başa düşdüyü üçün təşəkkür edir. Xeyr, mətnimizdə başa düşməyi, təşəkkür etməyi söhbəti yoxdur. D variantı. Kate Jane-dən kobud davranışına görə üzr istəyir. Bəli, üzr istəyən Kate idi. Jane-dən üzr istəyirdi. Tamamilə düzdür. D variantı. Y variantı. Jane Kate-ə dünən pis davranıb. Xeyr, əksinə Kate Jane-ə pis davranıb. Ona görə də Y-də yanlışdır.